Salam əziz dostlar, mən bugün sizə Wi-Fi şifrəsini necə öyrənmək olduğunu öyrədəcəm. İlk öncə burada gördüyünüz kimi bura tıklayırsınız və buradan bu sözə. Burada neçə söz olmağından asılı olmayaraq siz yenə də ikincisine girirsiniz. Control panel home sözünün altında olan bu sözə və buradan sizin öz istədiyiniz hər hansı bir kompüterin Wi-Fi şifrəsini qırmaq istədiyiniz Wi-Fi'nin adını burada taparaq və onun üzərinə tıklayırsınız. Məsəl üçün biz burada seçək Computer House Outer budur və buradan bu sözü tıklayırsınız və gördüyünüz kimi parol var və burada Show Curtis qıvışqanı qoyursunuz və artıq parol buradadır. Görsənir 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Çox sağ olun. Mən idim Murad. İzlədiyiniz üçün təşəkkür ederim.